Şəxsiyyətə qədər əzəmətli olan heykəlindən də gördüyünüz kimi bu dəfə verilişimi Böyük Nəriman Nərimanova həsr etmişəm. O Nərimana ki, 1956-cı ildə bəraət almasına baxmayaraq hələ də xalqın gözündə tam bəraət qazanmayıb. Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, Böyük Nəriman haqqında müxtəlif verilişlər və tarixi araşdırmalar aparılsa da xalq yetərli qədər tanış deyil. Bu xalqın kör olmuş qəhrəmanı ilə zaman-zaman onu ləkələmək istəyən insanlar meydana gəldi. Amma yaxşı ki, tarix kimlərinsə münasibəti əsasında yazılmır. O, saralmış vərəqlərdə və arxivlərdə özünü göstərir. Yəqin sizin də beyninizə yeridirib ki, bu xalqın oğlu Zəngəzurun verilməsində əli olub və yaxud da o Spirmart qırğınında o niyə susmuşdu? Niyə müsavatı yox, Lenini seçmişdi? Gəlin, onu günahkar bilib barmaq sirkələyənlərə qarşı biz də 42 dəqiqə ərzində faktları sirkələyək. Nərimanov 1870-ci ildə Tiflisdə anadan olmuşdu. Nərimanovlar nəsli Gürcü Zadəgan qrupuna mənsub olublar. Ailədə onlar 8 uşaq olublar. Böyük qardaşı Salman elmə meyilli bir insan olub. Ümumiyyətlə, ailələri maarifpərvər bir ailə olubdu. Xüsusilə anası çox istəyib ki, Nəriman rus təhsil alsın. Seminariyanı bitirdikdən sonra 1891-ci ildə o Qızıl Hacılıya kənd müəllimi vəzifəsinə göndərilir. Bir il burada işləyəndən sonra o Bakıya gəlməyə qərar alır. Onun arzusu olur ki, o seminariyanı bitirdikdən sonra o ali təhsilini davam eləsin. Sadəcə bu ailə vəziyyətinə görə bu fikrindən daşınır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində ölkəmiz özü də bilmədən intibah dövrü yaşayırdı ki, o zamanın ən görkəmli ziyalılarından idi Nərimanov. O qədər istedadlı idi ki, öz fikirlərini hələ 24 yaşındaykən yazdığı nadanlıq dramında əks etdirə bilmişdi. Mənə qəribə gəldi bu əsərin adı İlk illər. Sanki ömrünün ilk qələm yazısından bugünə qədər nadanlarla vuruşacağını duymuşdu Nərimanov. O dövrdə necə münasibət göstərmişdilər bu əsərə? Ədəbi mühit. İlk söz deyən Firidun bəy Köçərli olub nadanlıq haqda və o zəif əsər kimi tənqid eləyib Nərimanovun bu əsərini. Amma Nərimanov özü sonralar yazırdı ki, Firidun bəy məni çubuqladı, yəni bu əsərin zəifliyinə görə, amma onun çubuqlamasından bir nəticə hasil oldu. Sonralar mən Nadir Şah kimi bir faciəni ərsəyə gətirdim. Bilirsiniz ki, Nadir Şah əsəri Nərimanovun yaradıcılığında şah əsərdir. İlk kitabxananı Azərbaycanda Nərimanov açıb və pulsuz. 1902-ci ildə o Tağıyeva məktubla müraciət edir ki, onun təhsil haqqını ödənilməsində Tağıyev ona yardımcı olsun və müqavilə bağlayırlar ki, 2 il müddətində bu pul Tağıyeva qaytarılacaq. Təhsilini bitirib qayıtdıqdan sonra bu pul qaytarılıb. 30 yaşı tamam olsa da ali təhsil almaq fikri Nərimanın beynindən çıxmırdı. Amma o, öz təhsilini seçəndə belə yenə də xalqını düşünmüşdü. Ömrünün sonlarında 1925-ci ildə 6 yaşlı oğlu Nəcəfə yazdığı yarımçıq məktubundakı sanki bugünə etdiyi və yarımçıq qalan etirafında Nərimanov yazırdı. Mənim qarşımda belə bir sual dururdu. Hüquq fakültəsinə və ya təbiət fakültəsinə. Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Nəriman elə təhsil alarkən Odessada sosializm nəzəriyyəsi ilə tanış olur. Bu həm türkçü idi, həm də ölkənin qurtuluşunu sosializmdə görürdü. 1905-ci ildə Sosial-Demokrat Partiyasına daxil olur. Yəni onun siyasi fəaliyyəti o dövrdən başlayır. Nəsib bəy Yusifbəli ilə bir yerdə, yəni Nəsib bəy Yusifbəli o zaman Odessada Novorossisk Universitetinin hüquq fakültəsində oxuyurdu, Nəriman isə tibb fakültəsində. Məqsəd bir idi, məqsəd çar mütləqiyyətindən xilas olmaq. O vaxt universitet bağlanır və Nərimanov Bakıya qayıdır. Bakıya qayıtdığı dövrdə də ictimai-siyasi fəaliyyətini davam elətdirir. Elə axırıncı kursda olan vaxtı onun böyük qardaşı Salman Nərimanov rəhmət gedir və Nərimanov təhsilini yarımçılıq qoymaq istəyir. Yəni, o 4 uşaq baxımsız qalır. Gec evlənməyinə də səbəb elə bu uşaqlar olur. Amma Nərimanov dinc oturan insanlardan deyildi. Bəlkə də o ilk Azərbaycanlı idi ki, Şimal və Cənubun qovuşması üçün konkret mübarizə aparmışdı.
İranda mücahidlər hərəkatının, Səttərxan hərəkatının yəni yaranmasında böyük iştirakı olur və bu partiyanın rəhbərlərindən biri olur. Onun bircə arzusu var idi ki, Cənubla Şimal birləşsin, bütöv Azərbaycan. Bugün bizim nail olmaq istədiyimiz bütöv Azərbaycanı o vaxt qorumaq istəyir. Və 1909-cu ildə Tiflisdə onun həbs olunmağına da səbəb məhz bu siyasi fəaliyyəti idi. Nərimanovdan danışıqda onu yalnız Azərbaycan, əyalət miqyasında kiçiltmək mümkün deyildir. Onun həyatında xüsusən də Şərqin azadlığı bir nömrəli yer tuturdu. Və 1905-ci ildə deməli polis jandarmeriyası axtarış apararkən onun mənzilindən respublika quruluşunun monarxiyadan üstün olmasına dair onun referat tapılır. Yəni bir yandan dediyimiz kimi Rəsulzadə xətli o milli hərəkatın o yolu seçən nümayəndələri də Cümhuriyyəti önəmli hesab eləyirdi. Sosial-demokrat yolunu təzəcə tutan Nəriman Nərimanov da. Onu Sibirə sürgün etmək istəyirlər. Ancaq ziyalıların, yəni Bakıdan da, Tiflisdən də o çoxsaylı o müraciətlərinə görə ailə üzvlərinin hökumət orqanlarına o çoxsaylı müraciətindən sonra qərara gəlirlər ki, onu Sibirə yox, Həşdərxana sürgün edirlər 2 il müddətinə. Amma Həşdərxana da ayağa qaldırır. Burhan Tərəqqi qəzetində bir belə yazı çıxır o Nərimanovun Həşdərxana gəlişi münasibəti ilə ki, Nəriman bəy, siz heç sıxılmayın ki, siz məhbussuz, sürgün edilmişsiniz, yəni bir qərib yerdəsiz, siz millətin cövhərisiz. Cövhər hara düşsə cövhərdir ki, cövhər. Onu da qeyd edim ki, Nərimanov sürgünə getdiyi vaxt o 4 uşağı da özünə aparır. Qardaş uşaqları. Yəni onlar ən kiçiyi 3 yaşında olur. Yəni 2 il müddətə nəzərdə tutulmuşdu. O 4 il qalır Həşdərxanda. Yəni bütün Volqa boyu türkləri ilə hamısına tanış olur. Bizim Azərbaycandan daha çox Həşdərxanda onun adı məhəbbətlə anılır, adı əbədiləşdirilir. O cümlədən də Həşdərxan diyarından, digər türk ellərindən çıxıb, məsəl üçün Türkiyədə, başqa ölkələrdə fəaliyyət göstərənlər var ki, yenidən 3-cü, 4-cü nəsillər Nəriman Nərimanovun xatirəsini qeyd etmək üçün onlar tədbirlər təklif eləyirlər. 1913-cü ildə o Həşdərxandan qayıdandan sonra o neçə yaşı oldu artıq? 43 yaşı oldu da? 43. 44 olur. 44. Və 44 yaşında ailə qurur. Gec evlənməyin səbəbi elə uşaqlarıdır. Nərimanov çox gec ailə həyatı qurub. 1915-ci ildə o əslən Şamaxıdan olan Gülsüm xanım Əliyeva ilə ailə həyatı başlayıb. Gülsüm xanım ev təhsili görmüşdü, amma rus dilini bilirdi. Ümumiyyətlə adlı sanlı bir ailədən idi. Və Nərimanovla ailə qurduqdan sonra o təhsilini davam elətdirir, ictimai həyata qoşulur. 1913-18-ci illər o Bakıda həkim kimi fəaliyyətini davam etdirir. Xalq arasında doktor Nəriman olaraq böyük nüfuz qazanır. Etdiyi təmənnasız yaxşılıqlar onu xalq arasında olduqca populyar eləyir. Amma onun nüfuzuna bugünə qədər kölgə salan bir məqam baş verdi. 1918-ci ilin 31 mart qırğını. Bu qırğın zamanı Nərimanovun da evinə onu öldürmək məqsədi ilə gəlirlər. Amma evdə olmadığından qardaşı Rizvanı tutub apararaq güllələyirlər. Güllələnən insanlar çox olduğundan böyük təsadüf nəticəsində Rizvana güllə dəymir. O meyitlərin içərisindən bir neçə vaxtdan sonra sallama çıxa bilir. Nərimanov özü isə bu arada Şamiyanla Məmmədəmin Rəsulzadənin görüşünü təşkil edir. O zaman bu qırğın vətəndaş müharibəsi adı altında aparılmışdı. Güya Bakıda Sovet hakimiyyətini istəməyən burjua qüvvələri vardı və Sovetləri azğınlaşmış müsəlman etirazçılarından erməni hərbi birləşmələri qoruyurdu. Bu ad altında isə Diç Bakı və ətraf rayonlardakı sakinlər öldürülürdü. Nərimanov mart qırğınının ürəyində bəslədiyi nifrəti Stalinə ünvanladığı və adını ucqarlarda inqilabımızın tarixinə dair qoyduğu o zaman üçün olduqca cəsarətli yazılmış məktubunda da bildirirdi. Bakı şəhəri üzrə 3 gün vəhşiləşmiş daşnaqların dəhşətli azğınlığı baş verir. Nəticədə daşnaqlar, yəni Sovet hakimiyyətinin müdafiəçiləri əli uşaqlı müsəlman qadınlarını əsir edirlər. Bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir. Bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək barəsində danışmağa məcbur edirdi. Bununla belə lap əvvəldən bugünə kimi BK elə bil qəsdən Mikoyan, Sərkis və Mirzoyan tərəfindən tutulur.
Hətta əgər Kirova təlqin edilməsəydi də, o bu kampanyanın təsiri altına düşərdi. Çünki bu kampanyanın fəaliyyəti onun daxili aləmini məmnun edir. Belə bir sual da var cəmiyyət içərisində ki, 1918-ci ildə Azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törədildi. Nəyə görə Nəriman Nərimanov Bakı Sovetində o başda Şamiyan olmaqla o qırğınları törədən insanlarla bir cərgədə oldu? Bu da bir ittihamdır. O elə bir situasiya idi ki, artıq İnqilabı Müdafiə Komitəsinin yaradılması. Nərimanov şərt qoymuşdu. O şərtlər ki, Erməni Milli Şurası buraxılmalı idi, ümumiyyətlə onların silahları, dəstələri tərksilah olunmalı idi. Bu şərtləri qoyaraq o artıq onların içərisində ola bilərdi. Tarixin içərisində olan bir adam kimi siz situasiyanı danışırsınız mənə, amma bugünkü cəmaət, bugünkü insanlar başqa cür addım gözləyirdilər Nərimanovdan və mən istəyirəm ki, onların yerinə sizə bir sual verim. Niyə Nəriman Nərimanov bugün onu ittiham elədiklərinə görə o vaxt müsavatçılara qoşulmadı? Niyə görə əgər o respublika sevirdisə, istəyirdisə və nəyə görə o türkçülüyü sevirdisə, istəyirdisə, niyə məhz doğma türklərlə bir yerdə olmayaraq Lenini seçdi? Onun münasibəti cümhuriyyətə qarşı devrilməmişdi, rejimə qarşı. Kifayət qədər iri mülkədar, aqrar ölkə olan bir Azərbaycanda qısa bir müddətdə o reformaları həyata keçirmək reallıqla uzlaşmırdı. Yəni, bu prizmalardan Nərimanov hesab eləyirdi ki, kifayət qədər xalqın mənafeyini təmsil eləmirlər. Coğrafi azadlıq, yəni əsarət mənasında, imperializmin əsarətindən qurtarsalar, artıq o sosializm prinsipləri içərisində həmin cəmiyyətdə mənim xalqım da inkişaf eləyəcəkdir. Yəni, bax, bu nəzəriyyə ilə Nərimanov sosial-demokratlığı qəbul elədi, amma 1900, yəni o 17-ci ildə fevral inqilabı baş verdi. O vaxta qədər hədəflər eyni. Hamı çar mütləqiyyətinin devrilməsinin tərəfdarı idi. Burada istər Azərbaycan o milli hərəkatının görkəmli nümayəndələri başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Müsavat partiyası olsun, istər sosial-demokratlar, istər liberallar, yəni mütləqiyyət rejiminin devrilməsində bir mənalı eyni mövqedə idilər. Yollar, taktikalar ayrı idi. Nərimanovun bir ziddiyyətli əsəri var, Bahadır və Sona. Niyə yazmışdı bunu? Bugün də onun tənələrə tuş gələn bu əsəri. Bəlkə də eşitmişsiniz, Nərimanovun anası, qardaşı bir zamanlar o 1905-ci il hadisələri erməni-müsəlman davasında anasına elə erməni xəncəri dəyib. Onun ailəsi, yaxın adamları o erməni təcavüzünə məruz qalıb. Amma buna baxmayaraq Nərimanov bir mütərəqqi insan kimi düşünürdü ki, əbədi olaraq milli ədavəti sürdürmək olmaz. O, Bahadırın dili ilə deyir ki, mən millətimi sevirəm, çünki anamı sevirəm. Yəni, burada biz Nərimanovu nə qınaya bilmərik ki, o millətinə xəyanət edir, təbliğ edir ki, bütün Azərbaycanlılar gedib erməni qızını alsınlar. Yəni, bunu demək... Fakt-faktlığında qalır. Ermənilər yaxşı təsir verirdilər qızlarına o dövrdə. Bəli, deməli, burada onu... O, eyni zamanda müsəlmanları səsləyirdi ki, siz də qızlarınıza müstəqillik verin. Bəli, başqa millətlərdə olan gözəl xüsusiyyətləri, gözəl ənənələri, tutaq ki, onların mütərəqqi addımlarını əks eləməyə, mənimsəməyə çağırırdı. Bunun nə pisi idi ki? 1920-ci il gəlir. Qafqazın ən başı bəlalı günləri başlayır. Sosializm Rusiyada və digər ölkələrdə köklü təntənə ilə qələbə çalır. Əsas hədəflərdən biri də neft mərkəzi Bakıdır. Bu başı bəlalı şəhər ingilislərin də hədəfində idi. Türk İslam ordusu bacardığı qədər müdafiə etməyə çalışmışdı Azərbaycanı. Amma artıq Türkiyə belə əvvəlki gücündə deyildi. O istəsəydi belə Azərbaycanı müdafiə edə bilməyəcəkdi. Çünki dağılan Osmanlıdan və ağır qurtuluş savaşından çıxmış Türk hökuməti maddi məhrumiyyətlər və iqtisadi-siyasi blokada içərisində idi. Avropa ölkələri ondan üz döndərmişdi. Artıq Türkiyə belə kömək üçün Rusiyaya müraciət etməli olmuşdu. Türkiyəni qəbul etmək istəməyən Lenini də güc bəla ilə və min bir fənd ilə Nərimanov yola gətirmişdi. Azərbaycandakı milli hökumət isə ətrafda baş verən nəhəng çevirişlərin qarşısında çox gücsüz idi. Artıq hökuməti heç nə xilas edə bilməzdi. Qırğınların olmaması üçün onlar hökuməti sovetlərə təhvil verdilər. Dinc şəkildə. Aprelin 28-də Bakını işğal edən 11-ci Qırmızı Ordu isə bütün işğalçılar kimi şəhəri talan etməyə başlamışdı. Amma bir məqama diqqət yetirək. Gələn sovet rəsmlərinin içərisində Nərimanov yox idi. O Bakıya bir ay sonra, yəni mayın 16-sı gəlib çıxır. Bəs o haradaydı? Maraqlı məqamdır ki, mayın 4-ü artıq Orjonikidze və Kirov telegram vurur Leninə, bildirir ki, Qafqaza və daha geniş ərazi üçün
kiməsə çox yüksək səlahiyyət verilməlidir. Amma məbadə bu səlahiyyəti Nəriman Nərimanova verəsiniz. 20-ci il mayın 4-də belə bir teleqram. Adekvat olaraq da Lenin o səlahiyyəti Azərbaycanın daxili xarici siyasətinə rəhbərliyi Sergo Orconikidzeyə tapşırır. Bunlardan Nərimanovun xəbəri yoxdur. Nərimanova aprelin 18-də Lenin qəbul eləyərkən gedin, öz bildiyiniz kimi hərəkət eləyin. Və o düşünür ki, artıq özünün düşüncələri ilə gəlib həmin o hakimiyyəti quracaqdır, sosializmi quracaqdır. Və ən önəmlisi, bütün şərq üçün son dərəcə nümunəvi bir Azərbaycanda respublika yaratmaq lazımdır ki, ona baxıb o birisi şərq xalqları da özü seçsin yolunu. Yəni, burada qan, süngü, vətəndaş müharibəsi istisna edilirdi. Lakin nə baş verir? Mayın 16-sında o gəlib bura çatanda, özü ona vəzifə verilmişdi. Cənubi Qafqaz müsəlmanlarının işləri üzrə komissar. Belə bir böyük səlahiyyət. Əslində isə artıq o gəlib çıxana qədər o səlahiyyətlərdən ondan alınmışdı. Gəlib çıxır, onu qarşılayırlar ki, sizə qədər deməli biabırçılıqlar, qarətlər baş verir, insanlar qətlə getirilir, gəlin xilas edin bizi. İlk işi də bütün bu İnqilab Komitəsini çağırmaq olur və ilk işi də bu olur. Və ilk işin onun birincisi olur ki, onun Azrefkomun, onun rəhbərliyi elədiyi Azərbaycan İnqilab Komitəsinin xəbəri olmadan, sanksiyası olmadan heç kim tutulmasın, həbs edilməsin, güllələnməsin. Hərbi, bilirsiniz, Nərimanov bütün imkanları sınaqdan keçirdi 20-ci ildə gələndən sonra. Vəziyyətə təsir eləmək üçün müraciət edir mərkəzə ki, bəlkə hərbi hakimiyyətin içərisində ona yer versinlər.